Bugün kanalımızda əsl yay yeməyi yanında da salat hazırlayacağım. Təzə kartofu axar suda təmiz-təmiz yumuşam. Qabığını soymağa ehtiyac yoxdur. Yuduğum kartofları bir neçə yerdən çəngəllə deşəkləyirəm. Üzərinə yarım stəkan su əlavə edirəm. Tavanın qapağını örtüb qazın orta temperaturunda su çəkilənəcən bişirirəm. Kartofun suyu çəkildikdə üzərinə kərə yağı, duz, istiot, azacıq da sarı kök əlavə edirəm. Duzun, istiotun miqdarını zövqə görə artırıb azaltmaq olar. Tavanın qapağını örtüb qazın yüksək temperaturunda kartofu qızardıram. Hərdən bu cür sirkələyirəm ki, hər tərəfi eyni qaydada pişsin. Bir üzü qızardıqda digər üzünə də bu cür qaşıq yardımı ilə ehtiyatla çevirmək olar. Kartof bu cür pişib qızardıqda ocağı söndürürəm. Üzərinə biraz şüyüd əlavə edirəm. Bugün kartof qızartmasının yanında həm də ləzzətli salat hazırlayacağım. Salatı hazırlamaq üçün 2 ədəd iri pomidor götürmüşəm. Bu qaydada kubik şəklində doğrayıram. Doğradığım pomidoru geniş bir qabın içərisinə əlavə edirəm. Xiyarın qabığını bu qaydada soyduqdan sonra doğrayıram. Doğranmış xiyarı da pomidorun üzərinə əlavə edirəm. Keşniş, şüyüd və reyhan götürmüşəm. Özək hissəsini kəsib atdıqdan sonra doğrayıram. Göyərtini pomidor xiyarın üzərinə əlavə edirəm. Bir dəstə kahını da iri-iri doğrayıb ərzaqların üzərinə əlavə edirəm. Para limon suyu, 6 yemək qaşığı da zeytun yağı əlavə edirəm. Zeytun yağını mayonezlə də əvəz edə bilərsiniz. Biraz da duz, istiot əlavə edib qarışdırıram. Yaxşı olar ki, salatı süfrəyə verərkən duzun, istiotunu əlavə edin. Artıq salat hazırdır. Bu cür salat çox ləzzətli olur. Kartoşka qızartmasının yanında isə bir-birinə xüsusi dad verir. Həqiqətən də kartof qızartması və salat ləzzətli alınıb. Görürsünüz, kartofun görünüşü mükəmməldir. Üzəri qızarıb, içərisi isə yumşaqdır. Həqiqətən də çox ləzzətli alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.